yarattım. Adem'i güzel yarattım. Havvasını ondan güzel yarattım. Allah'ın bu sevgiyle yarattığı kadın. Kadın neden bu kadar kıymetli, ne kadar bu kadar değerlidir? Gelin bakalım. Ve bu sayede ben bugün çok şad oldum ki bizim deməli, bu teşkilatın rəhbəri de bizden beraber iştirak edir. Adətən belə kitablar olanda Ofelia xanım ya tədbirlər görsə hamısı qadınlar yığılır. Ona mənim birinci sözüm bu olur ki, axı canımız tam olmadı. Biz bir canı, vallahi bilirlarsa bilin varıq. Bax bu canı yaradan, sevgiden yaradan ve bizi, bütün bu bəşəriyyəti bize emanet eden kişi qadın qorunmalı emanettir, namus, ismət, abır-həyə emanettir. Bax bunu bize ilahi bağışladı. Dahilər anası şarladın. Ey büyük kadın. Kimdir o kadın? O anadır, o bacıdır, o evlatdır, o yar ve yoldaşdır ve bütün bəşəriyyətin o yaxşı mənada təminatçısıdır. Bilirsiniz nədən? Bir qadının isməti, namusu, ləyaqəti, özünə hörməti, yerini bilməsi, hətta nitqində olan məsələlər bütün cəmiyyət üçün örnəkdir. Bilirsiniz, insan dünyaya gələn gündən sonuna qədər onu gözəl bir gülərüz qadın siması baxır. Zərfə xanımın simasına baxın, görürsünüz, niyə bu sözü deyirəm? Çünki burada həm gənclər var, həm də bizim çox qiymətli xanımlarımız. Canından can ayrılır da ananın. Ama körpə nə görür? Gülər özlü bir xanım. Sona qədər, bax bu xanımlar bizim cəmiyyət üçün çox böyük töhfələrdir. Belə, bir insanın böyük bir siyasi rəhbərin xanımı olması, öz peşəsində yüksək nəticələri, özünün nəticələri ve cəmiyyət üçün xatirələrdə onun müdrik, dürüst bir xanım olması bize çok şey demir mi əzizlərim? Çok söz deyir. Ona göre bugün çok maraqlıdır ki, mən sevə-sevə gəldim bu tədbirimizə. Bu haqda yazı da yazmışam söz saytda. Bu işləri görmək çok da asan bir iş değil. Bunu gərək bilək. Bu səbirdir, bu sevgidir. Kifayət xanıma təşəkkür edirəm. Bir ziyalımız kimi, bir zəhmətkeş xanım kimi, o hər birimizin nazını çəkdi də. Materialı göndərdik, göndərmədik, alındı, alınmadı. Və son nəticənin sevinci çox böyüdü Kifayət xanım. O günlərin belə bir kitabın ərsəyə gəlməsində bütün zəhməti olanlara təşəkkür edirəm. Amma müəyyən məsələlərdə istəyərdim, bir təkliflərimiz də olsun. Bax, orada toplanmaq bizim bugün cəmiyyətə üzdə olan xanımlarımızdır. Sözün həqiqi mənada dərəcələri var, işləri var və s. Axı bizim bu cəmiyyətin bünövrəsində, bayaq Ofelia xanım da dedi, heç bir təsiri olmayan, amma gözəl ailə başçısı olan xanımlarımız var ki, onlar cəmiyyətimizə mərd oğullar veriblər. Bax, biz bugün burada oturduğumuza görə, bu halımıza görə ilk növbədə boyun yükümüzdür. O şəhidlərə rəhmət, qazilərə şəfa, bütün insanlarımıza bu qələbənin məsuliyyətini istəyirəm deyəm. Allah bizə bunu nəsib elədi. Bizə gözəl vətən verib, şərq ilə qərb arasında qapı, dünya üçün böyük yolu. Altı sərvəti, üstü sərvəti, onun en böyük sərvəti bu insandır. O insanı sevib, sevgi ilə qorumağı bizə tapşırıb. Bax, bunun nəticəsində bir məqamı da demək istəyərdim, mənim əzizlərim. Mən arzu edirəm, Kifayət xanım, söz verirəm sizə, köməyinizə. Gəlin biz növbəti kitablarımızda vətən üçün layıqlı oğullar verən xanımlarımız, amma tek xanım eləməyək də. Axı bizi xanım edən, bizi ana edən, bizə evlat sahibi edən Allah'ın izniyle o kişidir. Bizim çok
nümunəvi kişilərimiz var. Niye Azerbaycan kişisini de orada biz təqdim etməyək? Niye onların xeyir duasını almayaq? Axı bizim hem bu dünyada, hem o dünyada mənim əziz xanımlarım, hesabatımız ikidir. Allah'a ibadət, kişisinə hörmət. O birinci yaranmış şəxsdir. Mən hər dəfə çıxışlarımda bunu deyəndə yerdən səs gəlir. Müəllimə, sən yenə kişilərin tərəfini tutursan? Deyirəm, yox. Mən Allahın yaratdığının tərəfini tuturam. Kim razı olar ki, onun barmağını kəsələr? Amma ol deməklə olasıydı. İlahi ədalətə bax. Ondan razılıq alır, deyir yarat. Qadın çox mürəkkəb bir məxluqdur. Onun haqqında Sigmund Freud kimi bizim böyük psixologumuz 30.000 qadın üzərində görüşlər aparıb və sonunda deyir, ey qadın, axı sən nə istəyirsən? Arzusu istəyə bilinməyən, istiqaməti müəyyən olunmayan, gözəl xanımlar. Amma siz bizim cəmiyyətin bəzəyisiz. Və mən son olaraq demək istəyirəm. Mən bu Respublikanın əməkdar müəllimiyəm. İlk əməkdar müəllim 90-cı ildə. Təhsil sistemində milli məsləhətçi, Medsanda mükafatı laureatı. Və bugün uzun müddət 30 ildə ali təhsil sistemində çalışıram. İndi isə Beynəlxalq Akademiyada elmi katib kimi. Redaktoram, xüsusi veriliş açmışam. Müraciət elədim, ey gözəl insanlarımız, işi olan, ortada olan və gənclərə tövsiyə verə bilən insanlarımız dəvət edirik. Gəlin, cəmiyyətə sözümüzə deyək. Bax, indi bizə çox ehtiyac var, bu sözü son olaraq demək istəyirəm. Qələbənin qorunması üçün bugün yumruq olmaq gərəkdir. Sağ solunda, düz yolunda, hətta içərimizdə də olan müxaliflərdən qorunmaq üçün bir olaq. Birlik olsun. Hamınızı çox sevirəm və həmişə sonda müraciətim var. Gəlin Allahın yaratdığını sevərək, sevgi ilə qoruyaq. Çünki ilahi eşq bir əfsanə, cazibası qayıbanə, o şəfqətdir, məhəbbətdir, ülviyyət və ünsiyyətdir. Elə böyük neymətdir ki, onu Allah bizə verir. Və Zülfiyə müəllimin dilinə bütün bəşəriyyətə də belə bir müraciət oldu. Bu dünyanın xilasına bir gözəllik, bir məhəbbət gərəkdir. Onu sevib qiymətləndirən bircə insan gərəkdir. Çünki dünya birdir, din də bir, kitab da bir, insan da bir, Allah da bir. Bax, birdən yaradan bu insanı sevək, sevgi ilə qoruyur. Hamınızı çox istəyirəm, təşəkkür edirəm ki, məni